Bu Alizadə deyilən insan dışı yaratıq artıq mənim səbrimi zorlayır əməlli başlı. Küçük, artıq həddi aşır. Artıq məni o deyir insanlıqdan çıxarır, artıq qəddarlaşdırır məni. İndi artıq qızıma keçib. Qızımın hesabına artıq pis-pis sözlər yazır. Atası ilə ilgili şeylər yazır. Bilirsiniz necə? Artıq bəzi insanlar var, sən istəyərsən ki, tamam da keçsin, özü qaşınar ki, onu əzib keçəsən. Başqa hesablardan pis-pis sözlər, təhqirlər özəldən. O gün hətta səs yolladım ona özəldən. Dedim ki, bax, həddi aşma. Başa düşürəm, ola bilər insansan, səhv eləyibsən, eləmə. Allah səni xoşbəxt etsin. Bir şeylər yazdım ki, yəni getsin. Qızımın hesabını həm Samira yönətir, həm də məndə də var da. Mən də girib baxıram. Çox iyrənc, onun artıq əxlaqına. Takipçilərim onun ağzının payını verir ha. Əməlli başlı verirlər. Deyir ki, zamanında mənə cavab versəydi, özünü bir dartmasaydı, ehtiyacım olduğunda mənə cavab versəydi, indi belə olmazdı. Bir hesabında 700 minə qədər takipçim var. Birində 156 min olub. Birində 300 min, birində 300 minə yaxın. Yəni çoxalır. Allah razı olsun. Mənim öz işim gücüm var. Mən oturub hər gün sosial mediada hər kəslə yazışmıram. Mən hər kəsə səhərdən axşama qədər oturub cavab verə bilmərəm. Hələ ki görürəm ki, cavab verə bilməmişəm, üzülürəm ki, mən niyə görmədim mesajını. Kaş ki görsəydim mesajını. Amma sənin gibi bir küçüyə cavab vermədiyim üçün özümlə qürur duyuram. Bundan sonra görəndə belə cavab verməyəcəm. Sənin kimi küçük elə sürünməyə layiqdir. Çünki sən hələ bu gənc yaşında belə şərəfsiz, belə insanlıqdan nəsibini almamış, belə bədbəxt, ailəsində sevgi görməyən, küçəyə atılmış it balası olduğun üçün yaxşı ki, mən sənin o iyrənc ehtiyacını görməmişəm. Sənin kimi itin iç üzü üzə çıxıb. Bəzi insanlar var ki, görürəm bir neçə ay sonra yazıram ki, mən çünki eləyəm. Bir ildə keçsə, görsəm mesajı təsadüfən çıxır. Deyirəm, üzr istəyirəm, indi gördüm falan. Deyirlər ki, müəllimə, olur, insanlıq halidir. Sənin kimi bir egolu, küçüyün mesajını görmədiyim üçün şükür edirəm. Çünki sənin bu iç üzün üzə. Çünki sən insan deyilsən. Məni qəddar insana çevirməyin. Mənim qorxusuz olduğumu bilirsiniz. Ki bunun səbəbi var. İllərdir uşağımla tək yaşayıram. Mən qorxan ya da bu gəlsin, mən kömək özüm, mən onu eləyəm, mənə bir gün kömək, mənə biri pul versin deyən biri olsaydım, indi Nərgiz Mahmudzadə olmazdım. İndi Nərgiz Çik olardım. Və bunu da ağlımla idarə etdiyim üçün Türkiyədə də illərdir qızımı böyütmüşəm, tək yaşamışam, çörəyimi özüm qazanmışam, oxumuşam eyni zamanda, sizin kimi küçə iti olmamışam. Küçük. Qızım mənim zəif damarımdır, amma acı damarımdır. Mənim qızımla məni sınamayın. Mənim qızımla məni sınamayın. Özümə bax, görürsünüz, cavabınızı verdim. Ondan sonra bax, paylaşdığım gündən pis-pis şeylər yazır. Hər hesabdan yazır. Elə iyrənc şeylə baxırsan ki, o insanda eyni cümlələrdir. Elə iyrənc, elə əxlaqsız sözlər yazır. Deyirəm, ay Allah, iş deyir də, keçsin. Amma qızımla işin olmasın. Qızımla işiniz olmasın. İndi bilirsiniz ki, texnologiya inkişaf edib. Gizli heç bir şey yoxdur. Saxta hesabda açsan, sənin nömrəndən araşdırıb tapırlar. Hələ ki, mənim kimi bir qadın buramla hərəkət edirəm, sənin kimi üzr istəyirəm, oramla buramla deyil. Zəkamla indiyə qədər yaşamışam. Şükür, Allah ağlımızı əlimizdən almasın. Hələ də ona görə atası onu tərk eləyib, atalıq eləməyib. İnanın, tüpürərəm hər şeyə. Mən qızım üçün təkrardan Türkiyəyə gedib sıfırdan başlamış bir qadınam. Uşağım yanımda, universitetdə oxumuşam, kiməsə verməmişəm ki, birdən uşağıma bir şey olar. Onunla yatıbmışam, onunla qalxmışam. Mən onsuz da bir dəfə evlad acısı yaşamışam. Mənim qızımla məni vurmağa çalışmayın. Bütün əlimdəki imkanlarımı istifadə edərəm. Səni mən o məhkəməyə, o həbsə saldırmasam, mənə də Nərgiz Mahmudzadə deməsinlər. Eləmə. Mənim yaxşı niyyətimi qəddarlığa çevirmə. Çevirməyin. Mənim sizinlə işim yoxdur. Sakit yaşayıram həyatımı, gülürəm, danışıram. Qızımla qəşəng şeylər paylaşıram. İstəmirsən cəhənnəm ol, baxma. Blokla geçsin. Bunu gördüyünü bilirəm. Sən məni bütün hesablardan izləyirsən. Mənim qızımla işin olmasın. Mən sənə artıq cavab yazmıram. Amma səni tapmaq bilirsiniz an məsələsidir. Çünki heç bir hesaba nömrəsiz girə bilmirsən. Nömrə də asandır. Sənin gibi cahili cüheylə hər yerdə bir iz buraxır. O qədər axmaqsan. Bəsdir.
kötülüyün də bir limiti vardır. Tamam, elədim, mən sənə cavab verməmişəm, görməmişəm. Ay bədbəxt, görməmişəm. Görsəm cavab verərdim, yaxşı ki də görməmişəm. Sənin kimi itlər çürüməyə məhkumdur. Çünki mən ki o qədər görmədiyimdə üzülürəm ki, ay Allah, niyə görmədim, ay Allah. Bu qədər məni üzürsən ki, qızımın artıq hesabına keçibsən, ona iyrənc sözlər yazırsan, get quzum, get cəhənnəm ol. Mənim səbrimi sınamayın. Mənim kimi bir insanın, bir qadının səbrini sınamaq qədər axmaq bir şey yoxdur. Yaxşı insanın səbrini sınamayın. O dəli olanda onun geri yalvarsan da mən səndən əl çəkmərəm. Bax, burada söz verirəm. Mənə yalvararsan, hüquqi işləmdə yaparam. Gəlib səni saçma başlı, o mənlik deyil. Saç başı olmaq mənlik deyil. Yalvararsan, ailən yalvarar mənə, bax əl çəkmərəm səndən. Sevirəm sizi.